Hamıya salam, mən Qajar Akademinin müəlliməsi Sona müəllimə. Artıq artikel mövzusunun ikinci hissəsini çəkərək videoya başlamaq istəyirəm. Biz 51-ci sualda qalmışdıq. Bugün 51-dən axıra qədər izah edəcəm. National Park, Milli Park. Park adlarında əgər xüsusi bir parkı vurulurdum da D artiklini istifadə edirdim. İkinci tərəfdə isə və by malor vəzifə adlarının qarşısında mütləq surətdə D artikli istifadə edilməlidir. D variantını işarələyirəm. 52-ci sualda Balearic Islands adaları ada silsiləsidir. Ada qrupu olduğu üçün D artiklini istifadə etməliyəm. İkinci tərəfdə source var, yəni cənub demək cəhət bildirir. Deməli, yəni D artiklini istifadə etməliyəm, cavab olacaq D variantı. 53-cü sualda Alps Alp dağlarıdır, dağ silsiləsidir. Hardan bilirəm, sonraki onu istəm bilirəm. D artiklini istifadə edəcəm. İkinci tərəf isə Central Europe. Mərkəzi Avropa. Burada isə heç bir artikl istifadə edən deyiləm. Qitə adı olduğu üçün. Daha sonra 54-cü sual. 54-cü sualda 100 100 deməkdir. Təkdədir, olacaq 100, bir dənə 100. Amma burada thousands cəmdə olduğu üçün burada artiklı verə bilmərəm. Cavabım olacaq D variantı. 55-ci sualda bu artıq əzbərləmə olan hissədir. Yalan danışmaq, doğru danışmaq. To tell lie olar, to tell the truth olar. Bunu yadda saxlamağın ən yaxşı yolu true sözü T hərfindən başlayır. Deməli, burada Z olacaq. Lie-də isə artikl olacaq deyib cavabı A variantı işarələyir. 56-cı sualda Atlantik okeanın adıdır. Deməli, D artiklini istifadə etməliyəm. C, A, Y variantlarını çıxıram. A ilə D arasında qalıram. In a few days olacaq. İndi burada deyirlər ki, bəs mənə burada days cəmdədir. Niyə E artiklı olur? Bu E artikl days aid deyil. Bu sözün özünün tərkib hissəsidir. A few, biraz, bir neçə deməkdir. Və a few-dan sonra gəlmisi nə də olar? Həmişə cəmdə olar. 57-ci sualda stone daş deməkdir. Saya bilirəm 1 daş, 2 daş, 3 daş. Onun üçün də qabağında E artikl istifadə edilməlidir. Burada deyin 100 100 deməkdir. Cavab olacaq A variantı. 54-cü sualda biraz bir-birinə oxşuyur. Mostdan sonra isim var. Deməli, D artiklini verən deyilik. Çünki növbəti əvvəlki videomuzda demişdik ki, əgər mo sözündən sonra isim varsa, D artiklı verilir. Amma mo sözündən sonra favorite sözü varsa, yəni sifət varsa, D artiklı veriləcək. Yəni cavab B variantı. 59-cu sualda internet sözü bir qaydadır. Necə ki, who sözünün qabağında D artiklini istifadə edirdiksə, internetin də qabağında D artikli olmalıdır. USA, burada state sözü var. S-dən bilirəm ki, D artiklini verməliyəm. Normalda ölkə adlarının qabağında istifadə edilməlidir. Information center, mən baxacağım burada center sözünə. Mərkəz, 1 mərkəz, 2 mərkəz, 3 mərkəz sayılır. Amma information oxunuşuna baxacağım. Olacaq an information center at the airport. Aeroport. Avara. Devam edirik 61-ci sualla. 61-ci sualdan petrol station. Petrol sayı mühendisində mən station'a baxacağım. Olacaq petrol station. İkinci tərəfdə on the left, on the left, on the right, sol və sağ sözlərin qarşısında D artikli istifadə edilirdi. Yəni olacaq E və D artikli, yəni cavab Y variantı. Daha sonra playing violin, playing football. Biz demiştik play oyun adları ilə istifadə edildiyi zaman D artikli verilmirdi. Amma violin nədir? Skripka, yəni musiqi alətidir. Deməli, burada D artiklini istifadə edəcəm. İkincisi də etməyəcəm deyib cavabı C variantı olaraq işarələyirəm. İkinci sual yenə to tell a lie olar. Second ikinci deməkdir. Sıra sayılarının qarşısında mütləq D artikli istifadə olunur. Yəni cavabımız Y variantı. 64-cü sualda red bike. Bike velosiped deməkdir. Amma burada vuruluyur, qırmızı velosiped, müəyyənlik var. Deməli, D artikli istifadə edilməlidir. Birinci tərəfdə. İkinci tərəfdə deyir ki, I want to buy new one. Mən yenisini almaq istəyirəm. Nəyin yenisini? Velosipedin. Burada velosiped sözünü əvəz etdiyi üçün bu one sözü olacaq any one. Yəni, cavabımız olacaq Y variantı. 65-ci sualda bike, velosiped olacaq təkdədir e-bike. İkinci sənə park, in the park olacaq D-var. Daha sonra 66-cı sualdan davam edirik. Burada best yazılıb ən yaxşı sifətin üstünlük dərəcəsidir. Deməli, qarşında D artikli istifadə olunacaq.
In country-də in the country olar, şəhərdə A variantı. 67-ci sualda real American hero, həqiqi Amerikan qəhrəmanı. Hero sayılan tək isim olduğu üçün burada olacaq artiklı. A real American hero, Americans love him. Amerikalılar onu sevir. Bütöv milləti bildirənlərdə sözlərin qarşısına D artiklı istifadə edilir. Yəni cavabımız olacaq B variantı. 68-ci sualda best, yəni sifətin üstünlüyüdür. S-dən bilirəm ən yaxşı deməkdir. Old sözünün qarşısında isə istifadə edilməli idi. D artiklı istifadə edilməli. Bizim bəzi sifətlərimiz var. Bu hissədə yazacağım. Məsələn, old, old olurdu, the old, yaşlılar demək idi. Və yaxud da ki, young, the, just a minute, young, the young. Və yaxud da ki, disabled, əlil olacaqdı, the disabled. Yəni, uzun sözün qısası, bu sifətlərin qarşısında D artiklı istifadə edildiyi zaman cəmlənirdi. Cavabımız olacaq, əlbəttə ki, burada friend sözü var. Friend sözü var, biz ona heç işləməmişik. Yəni, köhnə dost mənasında olacaq an old friend. Əgər burada friend söz olmasaydı, biz the old deyə bilərdik, bəli. Cavabımız olacaq B variantı. 69-cu sual. Sun, günəş, varlığın tək olan isimdir. Qarşısında mütləq surətdə D artiklı istifadə edilməlidir. Small object, yəni kiçik əşya. Mən small yox, objektə baxacağım, olacaq E artiklı. Yəni cavabı olacaq A variantı. 70-ci sualda breakfast. Breakfast, lunch, dinner bunların qarşısında artiklı istifadə edilmirdi. Most important, çox vacib. Sifətin üstünlük dərəcəsində D artiklı istifadə olacaq. Meal of Z deyə olar. Yəni cavabımız olacaq B variantı. 71-ci sualda for group, E-qrup olacaq burada. Niyə E-qrup oldu? Qrup söz təkrar deyə. Disabled'ın qarşısında az öncə vurğulamışdıq ki, D artiklı istifadə edilməli idi. Cavabımız E variantı. 72-ci sualda honest man, ədalətli kişi. Mən sayılan tək isim olduğu üçün və mən oxumuşum sifətə baxacağım, düzdürmü? Honest, o hərfi də sait olduğu üçün E artiklı olmaz, N artiklı istifadə etməliyəm. Truth, doğru danışmaq. T hərfindən başlayır demişdik, yadınızda saxlamaq daha yaxşı olar. D artiklı olacaq, cavab olacaq A variantı. Davam edirik 73-cü sualdan. 73-cü sualda milyon sözü cəmdədir. Cəmdəsi qabağında yəni artıq necə mən istifadə edim? Sky'da həmişə D artiklı istifadə olunur. Mütləq sürət orta isə D artiklı olunur. Görürsünüz, hamısı D artiklını verir. İndi baxın, at night. At night'ın qabağında heç bir artiklı verilməz. Gecə deməkdir, at night. Ona görə cavabımız bizim nə olacaq? Birinci səhvdə boşluq, ortada yalnızca D artiklı. Doğru cavabımız olacaq Y variantı. Davam edirik 74-cü sualda. Yenə playing voleyball oynadıları deyil, daha düz oynadılar olduğu üçün D artiklı istifadə edilməməlidir. Musiqi ayət olsa D artiklı olardı. Sən castle, home ev. Mən sən sözünə bax. Home sözü sayılmayan isimdir. Amma castle qala sayılan isim olduğu üçün qabağında E artiklı istifadə edilməli deyil. Cavabı B olaraq işarələyirəm. Worst və better. Ən pis, ən yaxşı. Və worst sözünün yanında nə yazılıb? Worst idea. Buradakı artiklımız yenə idea sözünə aid olacaq. Deyirəm, burada D artiklını verin. Birincisi də sifətin üstünlüyü olduğu üçün. Better isə sifətin müqayisə dərəcəsidir. Mən burada way sözünə baxacağım. Təkdə olduğu üçün a better way, the worst idea, cavab B variantı. Niagara Falls are located on border. Tələbələrin çaşdığı hissə. Border deyilər, mən sayılan tək isimdə E artiklını verim. Veririk, doğrudur. Amma burada vurğulayıram ki, Niagara şəlaləsi Kanada və Amerikanın sərhəddi arasında yerləşir. Vurğuladığım üçün burada D artiklı olmalıdır bu hissədə. Kanada artiklı verən deyiləm, bu ölkə adında USA-də state sözü olduğu üçün D artiklını verəcəm. Olacaq D artiklı, boşluq və D artiklı. 77-ci sualda eyni sual təkrardır, səhv etmirəmsə? Yox, we visited deyir. Aha. Deyəndə burada Kanada nədir? Kanada ölkə adıdır, artikl verən deyiləm. United States-də əlbəttə ki, artiklını verəcəm və birincisi də yenə burada sərhəddən gedir söhbət. Niagara şəlaləsinin yerləşməsindən cavabımız yenə olacaq A variantı. 78-ci sualda music sayılmayan isimdə artikl verən deyiləm. İkinci dəfdə play getir, musiqi ayətləri olduğu üçün D artiklını istifadə edəcəm. Yəni cavabımız Y variantı. 79-cu sualda most people, əksər insanlar və most favorite. Most people yenə
Mostdan sonra isim gəldiyi üçün article verən deyiləm. Amma most favorite, mostdan sonra favorite, sevimli sifət gəldiyi üçün article verəcəm. Cavab olacaq C variantı. Davam edirik 80-ci sualda. 80-ci sualda həm notebook, həm də pencil sayan tək isim olduğu üçün və hər iki samitlə başladığı üçün E artikli istifadə edəcəm. Chinese started to grow orange trees. Çinlilər deyir, başladılar portağal ağaclarını yetişdirməyə. Burada bütöv millət bildirdiyi üçün D artikli istifadə etməliyəm. Orange trees cəmdə olduğu üçün ən article deyə bilmərəm. Deməli cavabım olacaq B variantı. Water, ice. Hər ikisi sayılmayan isim olduğu üçün B variantını işarələyirəm. 83-cü sualda. Europe və South America hər ikisi, yəni qitə olduğu üçün article istifadə edən deyirəm A variantı. Yəni həmçinin Europe, Central America burada eyni tipdə olan bir sualdır. 85-ci sualda Tower of London, London qalası, qala, qəsr adlarının qarşısında D artikli istifadə edilər mütləq surətdə. Burada tək fortressdən gedir D söhbət, D artikli vermirəm, müəyyənlik yoxdur. Ona görə də burada E artiklini istifadə edəcəm deyə cavabı Y olaraq dairəyə alıram. Davam edirik 86-cı sualdan. Lake Baykal, göl adlarının yanında lake sözü varsa artikl vermirdik. Deepest, ən dərin, sifətin üstünü D artiklini verəcəm. Örsün də qarşısında D artiklini istifadə edəcəm deyirəm və cavabı D variantı olaraq işarələyirəm. Extraordinary novel, qeyri-adi novel, yəni qeyri-adi nağıl. Mən burada extraordinary görə ən artiklini verəcəm. Sahib ləfz edildiyi üçün avtomatik olaraq bu hissələri silirəm ki, şimdi daha da rahatlarsın. İkinci də happy end, xoşbəxt son. Xoşbəxt yox, endə baxıram, amma happy sözü sifətə baxıb E artiklini yazdığım üçün isimlə izah edildiyi zaman E artiklini yazıram. Cavabım olur Y variantı. Yəni eyni tipdə bir sualdır. Art collection. Burada art sözünə görə ən artiklini yazacağım. İkinci səbəbdə in the museum, yəni muzeydə. Cavab D variantı. Old friend. Friend sözünə görə artikli yazsam, mən yenə deyirəm, sifətin oxunuşuna baxırdıq. An old friend. In the street, küçədə B variantı. 90-cı sualda number of-dan əvvələ baxıram, number təkdədir, olacaq has a number of branches in republic. Demişdik, ölkə adlarının qabağında article verilmirdi, amma state, union, kingdom, republic, federation tipli sözləri var idisə, republic, deməli D artiklini verəcəm, cavabım olacaq B variantı. Spain, article vermirəm, amma USA-də state sözünə görə article verəcəm, yəni cavabım olacaq C variantı. 92-ci sualda cins D article verə bilərəm, verməyə də bilərəm. Uniform, diqqətli olaq, o hərfi çaşdırmasın. Y hərfi samitdir, oxunuşa baxırıq. Uniform olacaq eyni form. Working man, işləyən kişi olacaq E working man bu hissədə. Deməli, doğru cavabımız olacaq C variantı. 93-cü suala davam edirik. Scientist published. Alim. Burada article da verə bilər, article da verə bilər. Hər ki, bu isə saxlayırıq. Last week. Last week-in qarşısında heç bir article verən deyilik, zaman anlayış bildirdiyi üçün. Interesting article, maraqlı məqalə. Burada olacaq an interesting. Sonra yazılışda yenə problem yaşayırıq. An interesting olacaq. Bir şəklisi alimlər ümumi deyəcəm. The scientist, yəni cavab D variantı. Snow, qar sayılmayan isimli article verən deyiləm. Amma ice crystal, buz kristal sayılan isimli olacaq. An ice crystal, yəni buz kristalı, kristal olaraq. From the sky, sky-na qarşı mütləq D article olacaq. Boşluq, an və D article. Haradadır bu? Boşluq, an və D article A variantında. Flood burada sel su basmağı və ümumi olaraq danışılır. Və monuments var. Monuments cəmdədir. Cəmdə isə burada artıq heç vaxt olmaz. Hər bir tərəfə D artiklini verəcəm. Çünki ümumi olaraq danışıram ki, bu sel su basma şəhərdə bir çox monuments abidələrə dəmir, zərər vurdu. Növbəti hissəmizdə there is a bottle of bunlar ifadələrdir. Orange juice, meyvə şirəsi sayılmayan isimli juice, article verməyəcəm. Bircə saniyə, on the ball olaraq istifadə edirik bu hissədə. Və az öncə də qeyd etdiyim kimi orange juice sayılmayan isimli burada bir boşluq olmalıdır. Axırda da on the table, stolun üzərində. Daha sonra there is a jar of, bu bir birləşmədir, bir banka deməkdir. Apple jam,
Yəni alma cemi. Cem də sayılma isimli artikel verən deyiləm və on the shelf deyəcəm B variantı. Yəni burada apple-dır, orange-dir. Sizi çaşdırmasın meyvə də olsa belə. Cümlədən cəm sözünə baxacaq burada. Longest Z artiklini verəcəm. Təkcə olan isimdə dünya DV artiklini verəcəm. Nildə çay adıdır. Təbii ki, çay adından qabağın D artikli istifadə olunur. B variantını verəcəm. Everest təkcə adıdır. Artikl verməyəcəm. Pik zirvə deməkdir. Sayılır bir zirvə, iki zirvə, üç zirvə. E artiklini verəcəm. Himalayas dağlar silsiləsi olduğu üçün D artiklini verəcəm. Yəni cavab D variantı. 101-ci suala davam edirik. Tayland şəhər adlı artikl verən deyiləm. Place sayılan tək isimdə olacaq a place. You can find smallest. Smallest. Qarşına D artikl istifadə edirəm. Boşluq E və D artiklı. Boşluq E və D artiklı deyirəm. B variantı işarə edirəm. Listen clothes shop. Shop sözünə baxıram. Olacaq a clothes shop. In the center of the city. Of olanda həmişə yox. Amma çox vaxt hər iki tərəfdə D artiklı istifadə edilir. Yəni cavab B variantı. 103-cü sualda Browns izah etmişim bu tip bir sual. Bütöv ailəni bildirir D artiklı olacaq burada. United States sözünü həmin dəqiqə görürəm, sevinirəm D artiklını qoyuram. Baku, Bakuda isə əlbəttə artiklı istifadə etməyəcəm. Şəhər adı olduğu üçün. Deməli, doğru cavabımız olacaq E variantı. Unudan yorulmamısınız. 104-cü sualdayıq. Spanish is spoken. İspan dilindən gedir burada. İspan dili danışılır əksər şəhərlərdə. Deməli, burada danışılır dildən gedir söhbət. Dil adlarının yanına language söz yoxsa artikel vermirəm. Most cities, mostdan sonra isim var, artikel vermirəm. Latin Amerikaya da yenə vermirəm. 105-ci sualda young singer, cavan müğənni. Deməli, bu hissəmizdə həmişə yəni belə young singer-mi? Yox. Burada young sözün qarşısında D artikli istifadə edilməlidir. D artikli. To the audience. Records burada cəmdədir, düzdürmü? Axırıncı E artikli veriblər, birinci bunu çıxmalıyam. Young singer-in qarşısında heç bir artikl verməyiblər. Bunları da çıxmalıyam. Və audience müəyyənliyi bildirir də. Yəni hər bir audience ötürülürsə, burada hər bir tərəfdə D artikli istifadə edilməlidir. İndi isə davam edirik 106-cı sual ilə. Deməli, new hospital yeni xəstəxana olacaq. A new hospital. Çünki hospital sayılan tək isimdir. In the center, center sözünün qarşısında D artiklini istifadə edəcəm. Londonun qarşısında heç bir şey istifadə edilmir. EZ və C variantı. Universities cəmdədir. Ünlü olaraq baxıram birinci cümləyə. Most famous. Mostdan sonra sifət var, mütləq D artiklını verəcəm burada. Europe sözünün qarşısında heç bir şey verməyəcəm. Onu görürsə burada D artiklı verib. Həmişə çıxdaşdan işləyin ki, imtahanda vaxtınızı çox aparmasın sizin. Burada university cəmdədir, mütləq D artiklı istifadə edəcəm. Most famous isə yəni D artiklını istifadə edərəm deyə cavabım olacaq C variantı. Baxıram daha sonra. Generation sözü cəmdədir. Between the generation. Sonra young sözünün qarşısında mütləq D artiklı istifadə edilir. Old sözünün qarşısında D artiklısı. Çünki burada deyək young, the young won't change. Yəni cavanlar istəyirlər dəyişiklik olsun. But the old are against it. Yəni qocalar isə bunun əleyhinədir, buna qarşıdır. Qocalar, cavanlar. Bayaq yuxarıda onu mən qeyd etmişdim deyə cavabımız nə olacaq burada? D artiklını verdik. Cavabımız olacaq C variantı. Çünki burada cümləyi daha sonra nəzərə yetirdiğimiz zaman görürük ki, there has always been a conflict between generations. Deyir, həmişə nəsillər arasında konflikt mövcud olub. Həmişə olub, yəni. Məsələn, cavanlar dəyişiklik istəyibdi, qocalar buna qarşı çıxıbdı. Amma hansı generation, hansı nəsil olduğunu vurğulamadığı üçün məntiqən burada D artiklı istifadə etməyimiz o qədər də məqsədə uyğun olmazdı. Oil nefti sayılı müəyyən isimdir. Qabağında D artiklı istifadə edilməz. A və D variantını atıram. Is the main, yenə of var burada. Əsas sərvətidir Azərbaycanın. Yəni nəyin əsas sərvəti olduğunu burada mən vurğulayıram. Oil-i. Ona görə D variantı, D artiklını burada deyəcəm. Amma Azərbaycanın qarşısında heç bir artikl istifadə edilən deyiləm. Republic sözü olmadığı üçün A variantı. Rain sayılmayan isimdir. Qarşısında artikl olmaz. Drop off, yəni bir damcı. A drop off. Sky'da isə mütləq D artiklı istifadə edilməlidir. A variantını işarələyirəm. Davam edirik 111-ci sualımızla.
112-cü sualda fastest yenə sifətin üstünlüyü D artiklını verəcəm. England ölkə adıdır, verən deyiləm. Biplane nəqliyyat vasitələrinin qarşısında by sözü varsa artikl vermirdik. Amma in, on var idisə, burada sizin üçün yenə qeyd edirəm. Deməli, in və on var idisə artikl istifadə edilərdi. Deməli, doğru cavabımız bizim olacaq D artiklı, boşluq və boşluq B variantı. Big Ben, heaviest clock in the world. Big Ben is the symbol of, çünki vurğulayıram. Simvolun qarşısına D artiklını deyəcəm. Niyə? Çünki Big Ben'in simvol olduğunu vurğulayıram. Hamısında D artiklı olacaq. Heaviest, S var D artiklı. Dünyada da yenə D artiklı. Daha sonra Azərbaycanis, Azərbaycanlılar görürəm burada, Azərbaycanlılar D artiklını mütləq istifadə etməliyəm. Burada boşluq qoyublar. Niyə boşluq qoyublar? In the world deyirəm. D artiklını istifadə edirəm və burada D artiklı bütün hər bir hissədə olacaq. Niyə? Çünki deyirəm ki, Azərbaycanlılar dünyada öz qonaqpərvərliklərinə görə tanınırlar. Yəni bu hospitality daha çox bizim müəyyənliyimizi bildirdiyi üçün hər bir hissədə D artiklı istifadə ediləcək. Homeless qaydadır, poor qaydadır, kasıblar, evsizlər qarşılarında mütləq D artiklı istifadə edilməlidir. Və burada vurğulayıram ki, dövlət həmişə evsizlərə və kasıblara kömək etməlidir, edir daha düzü. Cavabımız olacaq C variantı. 116-cı və sonuncu sualımızda. College sözü cəmdədir, by sözü var. Və burada yenə by sözü var və nəqliyyat vasitəsindən istifadə edilib. Deməli, heç bir artikl verən deyiləm. College sözü cəmdə olduğu üçün D artiklını verirəm. Variantım olur A variantı. By plane, by train nəqliyyat vasitələri by ilə olduğu üçün qatarla, təyyarə ilə heç bir artikl istifadə edən deyiləm. Videomuz bu qədər idi. Ümidvaram sizin üçün faydalı bir video oldu. Növbəti video izahlarında görüşmək ümidi ilə sağ olun.